Salam əziz müəllimlər, bu gün tabeli mürəkkəb cümlədən izahlar verəcəyik. Ondan öncə də əvvəldən qalan problemlərimizdən danışacağıq. Görək, nə dərdimiz var, tabi sizdən. Deyin. De. Testdir, cümlələrdən biri quruluşuna görə digərlərindən Oxu fərqlidir. cümləni. Cümləni mən yazmışam burada. Bunu da işte yazmışam. Düşün, içəri buyurun. Düşün. İçəri buyurun. İçəri buyurun. Sonra o bir cümlə oxu. Sonra sən o qonağına de ki, fərağat otursun. Aha, sonra. Qoca qızının son arzusunu da yerinə yetirdi. Aha, sonra. Səftərəli, bu qız bəyəm sizin kənddəndir. Sonra. Oğul, çətinliyə düşəndə nəsə lazım olanda zəng eləyərsən. Çətinliyə düşəndə bizdən istədiyi nədir? Bizdən istəyir ki, quruluşuna görə digərlərindən fərqlənir. Ay sağ ol, bax. O cümlələrdən hansı birində ki gördüm? Ki, Hə. A-da var. A-da ki. Ki-nin olduğu cümlə qeyd-şərtsiz tabeli mürəkkəb cümlədir. Quruluşuna görə biri fərqlidir deyəndə, məsələn, bax deyirəm sadə cümlə. Sadə cümlə necə olur? Bir büdlədə olur. Əli yuxudan oyandı, düzdürmü? Əli yuxudan oyandı, heyətə düşdü. O bir şəxs aidliyə sadə götürüyor. Yuxudan oyananda əlidir, heyətə düşən də əlidir. Hər iki işi, hərəkəti görən bir əlidir, bir şəxsdir deyə nə olacaq o zaman? Sadə olur. Düzdür? Amma burada tabeldə belə bir məsələ var da. Deyirəm ki, indi onu izah edəcəm, tabeldə belə deyirəm. Tutalım deyir ki, bilirəm, öyrənirim. Bilirəm ki, Keçən Bilirəm, öyrənirəm. Bax, görürsən, zamanları da eynidir, hər şey eynidir. Yazıram bura ki, lap mən. Baxmayaraq ki, bilən də mənəm, öyrənən də mənəm, işlərlə eyni zamanda görülür. Bunun tabeldə belə şeyə baxmıram. Tabeldə iki varsa tutar ki. Sənə nə tapşırılıb, onu da et. İcra et. Sənə nə? O da sağ verlərsə. Tapşırılsa da, onu da icra et. Bəs, O budaq cümlə gedir, yoxsa budaq? sənə nəyə qarşı söz nə var orada? Onun. Düzdürmü? Onu varsa nədir? Əvəzi gəlir. Əvəzi gəlir. Tamamız budaq cümləsi. Bir tavalı budaq cümləsi deyilmiş. Təbii ki, nədir o tabel mürəkkəb cümlə? Deyir ki, verilmiş mürəkkəb cümlənin birinin tərkib hissələri bərabər hüquqlu deyil. Bərabər hüquqlu deyil nə deməkdir? Tabelsiz mürəkkəb cümlə deyil. Deməli tabeli olur da. Bəs. Ya tabeli ya da sadəcə. Çox çabalasa da yıxıldığı yerdən qalxa Sa bilmədi. plus da varsa avtomatik o cümlə nədir? Tabeli. Tabeli. Sa plus da varsa avtomatik o cümlə tabeli. Çabalasına. Bəli. Bəs. Başqa? Yəni, 85. Deyil. Deyir ki, ardıcılıq əlaqələri tabelsiz mürəkkəb cümlələri göstərir. Kərəmin maşından düşdüyünü gördü, onu qarşılamağa getdi. Ay sağ ol. Kim? Kimsə O. o. Görən də oldu ki, qarşılamağa gedən də oldu. Bu cümlə nədir? Sadə. Sadə. Arzulu deyə bilər, hə? Deyilməli. Deyə bilməm. Sonra? Maşın qapıda. Sonra mənim. Maşın qapıda dayandı. Deyir ki, maşın qapıda dayandı, iki qadın düşdü. Aha. Dayanan maşında Dayanan düşən maşın. qadın maşını atmayıb gözünü aşağı. Dayanandan sonra düşür. Deyir, torpağa duz basmış, kəndlilər də köçüb getmişdilər. Ay sağ ol. Səbəbi Bax, Səbəb nə? Kəndlilərin buradan getmə səbəbi nədir? Torpağa duzun basması. Torpağa duz basmasının da nəticəsi nədir? Kəndlilərin buradan köçüb getməsi. Sonra? Ağacların dövrəsində yarasalar uçuşdu, əşyər diskindi. Hə. Uşaq niyə ikisini? Səbəb var orada. Yarasaların uçduğuna görə rəssən. Ortada real olaraq səbəb. Qapısında otağı bir qız qapılandı, o da ardı. Qapını açırken qaşıcıyım. Qapını açıq Mənim sualım var. Deyir ki, biri mürəkkəb cümlədir. Burada cavabı tapmışam yeni, amma Üstün nömrəsi necədir? 19. Amma bir niyə olmur? Deyir, əsən külək onun qəlbinə doldu və elə bil bədənə yeni qüvvət gətirdi. İkisi də Bax. eyni zaman. Doldu nə? Əsən külək. Külək. Düzdür. Yeni qüvvət gətirdi nə? Əsən Külək. Hər iki xəbər nəyə aiddir? Küləyə, küləyə. İkisi küləyə. Ay sağ ol. Elə. Sonra? Bir də məndə var. Deyil. Hara gedirsə, ora abad olur. Neçənci Hara hissə? gelirsə, sağ sağ varsa yum gözünü götür tabi. Tabii. Ona nə var? 59. Mübtəda. Deyir, mürəkkəb cümləsi haqqında verilənlərdən biri Baxma da tabi edilmişsə necə. Yerdir. Buna bax. Tabirdir. Tabi edilmişsə. Bəzlərində tabii. Sonra? Tabesi mürəkkəb cümlənin içərisində, aynen. Tabesi mürəkkəb cümlənin içərisində bəzi suallar var ki, sırf tabeliyə aiddir onlar. Yəni tabeliyə aid olanları, yəni bəzi suallar var ki, adam işləyir tabesi. Mükəmməl şəkildə tabesi mürəkkəb cümlə bilir.
Amma tabesi mürəkkəb cümlələri topludan işləyə bilmir hamısını. Niyə? Çünki o tabelini bilmir. Niyə qarışdırdın? Verir ki, biri tabesi mürəkkəb cümlə deyil, cavab olaraq qoyur tabelini. Sən ancaq tabesin sadədən fərqləndirmək yolunu bilirsən, tabelindən fərqli yolunu bilmirsən ki, biri tabesi mürəkkəb cümlə deyil deyəndə iki aspektdən yanaşmalıyam. Ya orada tabeli mürəkkəb cümlə axtaracağım, ya da nə? Sadə cümlə. Müəllim, mürəkkəb cümlə olanda bir xəbər, iki xəbər, iki mübtədə olur. Bir xəbər. İki xəbər, iki mübtədə olur da. Yox, fərq eləmir. Ola bilər ki, elə cümlə olar ki, məsələn, bu yazarım. Bax, elə cümlə yazaram ki, heç onun mübtədələri da olmaz. Şəxsi cümlələr də ola bilər də mənim onu Amma iki xəbər olur. Bax, iki xəbər də olar. Bax, məsələn, getdim, yox idi. Mən getdim, o yox idi. Getdim kim? Mən. Yox idi kim? O. Düzdürmü? Heç mübtədası yoxdur. Mübtədanın olub-olması şərt deyil. Eyni xəbərə aid olub-olması şərtdir. Mürəkkəb cümlələrindəki iki xəbəri olmalıdır. Mütləq iki xəbəri yox. Onun xəbərləri ayrı-ayrı mübtədələrə aid olmalıdır və mübtədələr ayrı-ayrı xəbərlərə aid olmalıdır. Ola bilər ki, bir cümlədə iki dənə mübtədə olar, iki dənə xəbər olar. Həmin cümlə sadə olur. Gecə keçir, otaq Bax. soyur. Keçir nə? Gecə Soyur nə? İndi bax, tabesi həmzislərdə yəqin ki, bunu demişik sizə. Məsələn, onun dostu Əli və əmisi Azad. Fuad olsun. Fuad da gəldilər. Niyə gəldilər? Və Çünki mənim uzlaşıb. bizimlə söhbət Onlardan yəni onun dostları. etdilər. Mübtəda burada tək İki şəxsdən ona görə deyirlər. Şəxsdir. Bax, Əli və Fuad. söhbət etdilər kim? Əli. Əli. Söhbət etdi kim? Fuad. Sadə Düzdürmü? cümlə gedir. Gəldi kim? Əli. Əli. Gəldi kim? Fuad. Bax, mübtədalar xəbərlərə necə aiddir? Xəbərlər də mübtədaların hər birinə o cür aid. Yəni, gələn də, söhbət edən Əlidir, həm də Fuaddır. Düzdür? Əli ilə Fuad həm söhbət edib, həm də gəlib. Amma tabesi mürəkkəb cümlədə belə bir şey olardı mı? Qətiyyən olmaz. Elə bayaq birini yazdım. Mən bir də cümləsə məsələsi. Bunlarda mübtədalarımız da həmcisi, xəbərlərimiz də həmcisi. Desəm ki, məsələyə baxıldı, mən sonra getdim. Məsələn, məsələyə baxıldı şəxsizdir, mübtədası Bax, yox. danışdım, qulaq as. Danışdım. Baxıldı. Birinci cümlə Danışdım. gəlib müəyyən şəxsli. Məsələyə İkinci baxıldı. şəxs üçün. İkincidə məsələn mübtədası yox. Bilmirsən. Danışdım ha. Danışan kimdir? Mən. Bizim birinci cümləmiz müəyyən şəxsi cümlədir. Düzdürmü? Elə bir qaydamız yoxdur ki, mütləq tabesi mürəkkəb cümləni təşkil edən komponentlərin hər ikisi mütləq müəyyən şəxsi olmalıdır. Elə bir qayda yoxdur. Əsas odur. O ümumi şəxsi də ola bilər, qeyri-müəyyən də ola bilər, şəxsiz də ola bilər. Müəllimlər bir də görürsən, burada gəlir şəxsizin mübtədasını bərpa edə bilmir. Deyir, yox, bu tabesiz deyil. Nə olar? Bu necə müəyyəndir? Bu da onun kimi şəxsizdir. Sadə cümlənin Yəni, bu hissəsi şəxsiz ola bilər. Yəni, qısası, tabesi mürəkkəb cümlənin tərəflərini, Bahar dediyi kimi, sadə cümlənin növləri müəyyən edə bilər. Bəs, hələsi bir şey ola bilər. Ayrı-ayrı da olar, eyni olar. Başqa? Bitdi. Yoxdur. Elnur yoxdur. Xeyr. Qəribə suallarla öyrənmiş. Niyə yox? Çünki işləməmişəm. İstəməmsən? Yaxşı eləmişsin. Alırma. Cəza testi var. Nə qədər cəza testi verəyim? Min. Hə? Mənim 1000-dən o bir dəfə Nə qədər? 1000-dən öyrəndim. Elnur, nə qədər cəza verəyim? Yazıqdır 800 Mən də edir. alfabet qalmaq, sonra işləmişəm. Bütün alfabeti bəs də o. Ya, prosta çatdırmadım ona görə. Çox belə. Mən də bir şey. Yaxşı. Bu təşkilin xətrinə bu dəfə 500 edir. 500 də. Etiraz eləsən artıracam. Razılaşdı. Bax, yazmasan da həmin cəzanı böləcəm bütün qrupu. Razısan. Bölməyəcəm. 3 misindən vurub hər birini əlavə edəcəm. Yığılıb edir. Ona görə Razılaşdıq. nə edirik? Yaxşı. Bax, söz verin, bu boyda 8 milyon qabağına söz verin. 9 deyil mənim. Təsəvvür edin. 9 deyildi. Bilmirəm. Ana qəlbi sakitləşdi. Bugün hər şey həll olundu, ana qəlbi sakitləşdi. Səbəb də. Səbəb də orada. Bəli, ananın qəlbinin sakitləşməyinin səbəbi nədir? Hər şeyin həll Hər şeyin olduğunu səbəbi həll tapmış. olmasını. Aydınlaşdırma kimi başa düşə bilərik, əgər nöqtə olsa. Qoşa nöqtə olsa da hər hansı.
Allah qoşamaqda çıxaran kimi yox. Hə, həqiqətən. Dostancıq. Başqa? Cəsə tabir. Sualımız yoxdur. Xeyr. Çətin sual verib bir yandan deyirsən. Eləməliyik, bizdə başlamışıq. Yaxşı. Belə mürəkkəb cümlə dedikdə ilk öncə adamın ağlına necə fantastik, necə pis şeydir, ayısı. Sən ağlına necə? Cümlə. Cümlə. Amma tabi. Eldur, nə düşünürsən tabi deyəndə? Bir stəkan su. Niyə? Pis geçsində çox asandır. Asandır. Sual vereyim. Yəni çox asandır. Mən asas deyil, biraz qarışıq. Tabii sizə baxanda tabeli budaq cümlə asandır. Niyə bizim kəndin yollar düpbədüz? Sözlərimiz kəndi. Başqaları çox yox. Yaxşı. Tabeli mürəkkəb cümləni bilməkdən ötürü onun komponentlərini bilmək lazımdır və ya yenə bayaq dediyim kimi, məsələn, Oxuyuram, oxudum ki. bax, belə bir şey deyirəm sizə. Tutalım, fikirləşirəm ki, hamı deyir ki, nəyi? Düzdürmü? Cümlənin ardını düşmüşlər biz. Düzdür? Deməli, bu cümlən nə idi? Tabeli idi də. Digər gələn cümlə mənim əvvəlki cümləmdən asılı idi. Və siz mən tabeli mürəkkəb cümlə əvvəl deyən kimi, hamısı neynə o dəqiq nəyi deyə məndən qabaq az qalsın tətbiq edəcək nəyi? Düzdürmü? Tabeli budur. Yəni, digər gələn bilirəm ki, deməsən nə yardan biləsən? Düzdür? Bilirəm ki, oxuyur. Baş cümlədə yarım qalan fikri budaq cümlə tamamladı. Düzdür? Və ya baş cümlə mütləq budaq cümlənin gəlməsini istəyir ki, fikir tamamlansın. Amma tabesidə belə bir şey yoxdur. Mən oxudum. Oxudum. Düzdür? Normalda vermək olmaz da. Bütün vəziyyətlərsin istisnası. Soruşmadılar, onlar soruşmadılar. Oxudum amma soruşmadım. Soruşmadılar ki, sən ona tabeli edirsən sualı. Tabeli eləmədə belə sual. Mən deyirəm ki, mənə neçə soruşmadılar. Qarşılaşdırmalar ya təbəssüm etdim. Yaxşı. Əvəzi gəlib bağlayıcı söz nədir? Bilmirsən. Əvəzlik gəlib işarə əvəzliklərindən Olanlardır. Necəsən? Müəllim belə sözdən sonra gələnlər şeydir, bağlayıcı söz. kim qalib gəlsə, Baş cümlədə kim qalib gəlsə mükafat onundur. Kim orada bağlayıcı sözdür, onundur, əvəzlik gəlibdir. Çünki işarə əvəzliyi ilə ifadə olunanlar əvəzlik gəlibdir. Sual əvəzliyi ilə ifadə olunanlar Yaxşı. səhvdir. Bax, izah edirəm əvəzi gəlib. Daha doğrusu birinci bağlayıcı sözdür. Kim qarşılıq onun? Suala cavab verməyən sual əvəzlikləri. Bağlayıcı söz 1. Bir dənə bağlayıcı söz yazıram, onun üzərində düşünəcəyim. Deyirəm ki, kim oxuyur, o da miqdən keçəcək. Miqdən keçəcək. Əsas bu hənadan ötürü buradayıq da. Düzdür? Ən lazımlı həna budur. Kim oxuyur, o da miqdən imtahandan keçəcək. Baxın, kim bizim nəyimizdir? Mənim, haradan bilirəm bağlayıcı söz? Nə bildiniz bağlayıcı sözü? 1. İndi yazıram xüsusiyyətlərini. Bağlayıcı sözlər təşkil olunur, daşlaşmış, yəni suala cavab verməyən sual əvəzişləmə. Hətta qalar, suala cavab verməyən sual əvəzişləmə. Kim oxuyur, o da miqdən keçəcək. Kim sözü əvəzi olsa da, bundan sonra sual işarəsi qoydun mu? Qoymadım. 2. Bağlayıcı söz həmişə olur, harada? Budaq cümlədə. Ay müəllim, mən başla budağı qarışdırıram. Hələ kimi onlardan danışım. Bu 1. Bildiniz bunu? Bağlayıcı söz harada olur? Budaq cümlədə. Deməli, bağlayıcı sözün olduğu cümlə ilə budaq cümlə. Budaq cümlənin Bunu da belə öyrənirik. Növbəti. Bağlayıcı söz budaq cümlənin növünü müəyyən etmir.
qəti şəkildə bağlayıcı Onun söz bu da qarşılığı da növünü məsələn müəyyən etmir. mən Növbəti bir yaranbaşlıq kimi də qeyd edə bilərik ki, bağlayıcı sözə, yəni bu da uzun edilmiş bağlayıcı sözə, baş cümlədə qarşılıq bir söz verilir ki, həmin qarşılıq söz də bu da uzun növünü müəyyən edir. məsələn Bildiniz? desəydim mən Məsələn deyirəm ki, kim oxuyur ona hədiyyə məsələn. Ay, Orada jumla tamamlıq. kim oxuyur? Əgər mən bu kimə baxsam, deyəcəm ki, mübtəda bu da Hə, uzun. amma Düzdürmü? ona- Mən ona yox, o kimə qarşılıq sözə baxacam. Kim oxuyur, onu çağır. O jumla Oxuyan tamamlıq. çalır. Düzdürmü? Bunu təhlil edirəm, cavab çıxdı. Çünki indi çünkisinin əvəzi gəlib də deyəcəm. Dediyinə. Nəyi? Kim oxuyur? Nədir? Ən başdan bilirsən. Ən başda Mən nəyi? bağlayıcı Baş kimlə cümlədə ona qarşılıqlı söz bildirir ki, o Bağlayıcı cümlənin söz, növünü bağlayıcı sözə, bağlayıcı sözə. Baş cümlədə qarşılıq bir söz işlənir. Bax, sənə müxtəlif cümlələr deyir, amma cümlələrdə qarşılıq sözü mənə deyir. Hara deyir, ora gedək. Haraya qarşılıq söz nədir? ora. Ora. Gedək. Açan deyir, özlüsən. Ora. Nə deyir, onu al. Nə deyir? Nəyə qarşılıq söz nədir? Onu. Onu. Haradan deyir, oradan soruş. Oradan. Oradan. Kimdən deyir, soruş. Qarşılıq söz nə var bunda? Allah özünü artıra bilərsən. Bilin. Niyyətin hara, mənzilin ora. Haraya qarşılıq söz nədir? Ora. Bu qarşılıq sözlər var ha. Bu qarşılıq sözlər yalnız bağlayıcı sözün qarşılığı ola bilərlər. Yəni adı qarşılıq sözdür, demək nəyisə qarşılığı ola bilər də. Düzdürmü? Orada da kimin qarşılığı odur? Bəli. Kimin qarşılığı burada? O və ya onudur. Kim sözünün, yəni bağlayıcı sözün qarşılığı nədirsə, nə olursa, o nə olacaq? Bizim əvəzi gəlimiz. Yəni bu da azın növünü o müəyyən edəcək. Bildin? İndi onun əvəzi gəlində bir də deyəcəm. Nə oldu bağlayıcı söz? Bir. Sual əvəzi. Sual əvəzi. Bu da daş cümlədə olur. Və bu da cümlənin növünü müəyyən edir. 4 də eyni şeydir, sadəcə də həyatda, yaxşı həyatda qalsın deyək ki, bağlayıcı sözə baş cümlədə qarşılıq bir Bildirən söz söz işlənir. ifadə. Həmişə demək olar ki, işlənir. İşlənir və ya işlətmək olur. Tətbiq etmək. Ha, işlənir və ya işlətmək olur. Buna bir. Məsələn, burada olmuş xəstəliyində olan. Ağız. Sonra əvəzi gəlir. Gəlir. Əvəzi gəlib də işarə əvəzişlərindən daha çox, yəni həmişə deməyək, bəzi ziddətlər var burada. Bəli. Əvəzi gəlib daha çox təşkil olunan nədən? İşarə əvəzişlərindən. Bir də həmişə harda olur? Baş cümlədə gəlir. Baş cümlədə olur. Bildiniz? Həmişə harda olur? Baş cümlədə. Növbəti, budaq cümlənin növünü müəyyən edir. Yəni, bağlayıcı əvəzi qəlbə sual verirəm. Hansı suala cavab verirsə, budaq cümlənin növü də odur. Bəs, çətindir? Hələ eləməyir. Elə oxu ki, Qiyməti nə olur? qiymət alasan. Necə oxuyur? Elə adam var, Təyin, təyin. düşünmür. Elə soyuqdur ki, Zəflik. nəfəs almır. Baxın, bax bu tip cümlələri yazanda, belə bir söz deyim, yəni özünüzü çətinə salmayın, əvvəl keçən müdamiləri deyim ki, şov göstərməyin. Yəni fikirləşməyin orada ki, ay məzmundan bunu çıxaracam, onu çıxaracam. Nə biləm deyir, nəfəs almamağımın səbəbi var, çünki hava soyuqdur. Belə şeylər eləməyin, ya deyirəm dərəcədir, neynirlər. Belə şeylər lazım deyil, özünüzü çətinə salmırsınız. Baxıram, elə bizim nəyimizdir? Əvəzi gəlib. Əvəzi gəlib. Demədim ki, sadəcə əvəzi qəlibin nə olduğuna, yəni hansı cümlə üzvü olduğuna baxırsan, kifayət edir. Hansı cümlə üzvüdür? Zəflik. Zərflər. Feildən qabaqca, düzdürmü? Tərz hərəkət. Tərz hərəkət, bu da cümlələr tabi mürəkkəb cümlə. İkincisi, nədən qabaqca? İsim. Olacaq nə? Təyin. Nədən qabaqca? O da zəflik. Yəni, sifət yazıbsa, sən onun fikrində sifət görmədə feil gör. Feil cümlə. Düzdür? Yəni, sifətdən öncə gələnlər feildən öncə gələn eyni. O sıxan var idi, Düzdür? necə? Bəli. Deməli, burada nə olacaq? Bizdə xeyli çətindir. Tərzi, maraqlıdır. bəli. Burada nə olacaq? Tərz hərəkət, bu da cümləsi. Daha burada təhlil edin. Bu sənə cavab verirsə, sonra burada məzmun, məna deyə bir şeylər axtarmırsın. Yaxşımı?
Müəllim, siz nə orada o var idi, necə plus necə olursa zərfli kimi götürürük. Onu rad eləmək olur. Sifətin qabağında necə sonra cavab verən söz varsa, avtomatik olasan, hə? Zərfli. Tərcih. Çox yaxşı qaydadır müəllim. Sağ ol. Siz təqdirsiniz. Hə? Hə, görsünmüşdür. Deyirəm. Oradan bunu uğramışam, bildik. Bəli. Bir neçə əvəzi gəlib yazıram, onları da baxaq. Deyirəm ki, nə deyir? Onu deyirəm. Tap. Nə deyir? Bunu yazın. Bilirəm ki, oxuyur. Məlumdur ki, Nə? gələcək. Əslində dərsin təşkilinin, yəni sabah müəllim qarşısında, abituriyent qarşısında olacaqsınız. Daha doğrusu özüm o qədər abituriyent qabağında olmuşam ki, dilimdə qalıb. Şagird qarşısında olacaqsınız və hər bir şagirdi belə deyim də, özünə çəkmək üçün onu mütləq bir nöqtə ilə onu özünə dartmalısan da. Məsələn, aşağı siniflərdə olanda belə sən yuxarıda müəyyən detallar gətirməlisən. Tutalım, aşağı sinifdə oxuyan şagird belə deyir ki, müəllim, tutalım, onun sinifdə hazırlığa gəlir, deyir, müəllim, mən bu tabeldən qorxuram da, amma hər ikisində sifətlidir. Sən ona psixoloji cəhətdən sakitləşdirmək üçün ona müəyyən şeylər deyə bilərsən ki, bax, deyirsən, tabelə qorxuludurmu? Əslində, hə, tabelə qorxulu şeylər var, qismən var, indi siz qorxmursunuz. Qismən qorxulu şeylər var. Məsələn, deyirsən ki, bir dənə cümlə qurum, düşün. Bilirəm ki, uşağa sual ver, deyir, nəyi? Deyirsən, nəyi sualdır? Deyir, tamam. Deməli, bu nə cümləsidir? Deyir, tamam, olacaq. Sonra deyirəm, məlumdur ki, nəyə sualdır? Deyirəm, bu nədir? Deyirəm, bu da cümləsi. Düz deyə, bununla yekunlaşmır. Və yaxud deyirsən, sadələşdirirsən cümləni, sadələşdirməklə tapır, bu da daha rahat üsullardan biridir. Düzdür? Bu yolla uşaq artıq sənin yanına leksikada söz yazında gəlir də, artıq oradan özündə rahatlığı var ki, mən tabelə problemim olmayacaq. Tabelə qorxmayan adam bütün qrammatika rahat öyrənə bilir. Düzdürmü? Birincidən müəllim orada nə deyir? O da tamam. Bunu mən niyə yazdım? Bunu ona görə yazdım. Lazım deyil burası. Sizə nəyi nə dedizdirməyə yazdırmam. Baxın, hər bir, demək olar ki, hər bir baş cümləyə bir dənə əvəzi gəlib artıra bilirəm. Əvəzi gəlib varsa, həmin cümlə bizim baş cümləmizdir. Və onu təhlil edirəm. O nədirsə, budaq cümlənin növü də odur. Onu bilirəm. Bax, bu budaq cümlənin növünü 2-3 yoldan tapa bilərəm. 1. Bilirəm ki, bu tərəfə sual verir. Oldu nə? Tamam, ola budaq cümlə. Bu bir. İkinci. Gəlin bunu sadələşdirək. Sadələşən zaman Oxuduğunu bilirəm. başla budaq yerini dəyişir. Bildiniz? Başla budaq nə olur? Necə dəyişir? Çiğdə itir. Çiğini itirir. Oxuduğumu Necə bilirəm. sadələşdirən fazla? Felisifət tərkibi ilə Oxuduğunu bilirəm. Bəli, oxudu. Felisifət tərkibi ilə sadələşir. Bilirəm, bəli. Demək olar ki, hamısı məsdər, fe'l, fe'l-val, yəni təsriflənməyən fe'llərdən sadələşir. Təsriflənməyən fe'lə sual verirəm, bilirəm, nəyi? Bilirəm, oxuduğumu. Vəssalam, sən buna nəyi suala verəndən sonra, üstəlik, daha bir detal. Onu da bilirəm ki, Bu daha asandır. onu da bilirəm, tamam, daha. Bura artırın, bağlayıcı O da məlumdur. O da məlumdur ki, bu da məlumdur ki, bu olsun, daha yaxşı olsun. Düzdür, işarə vəzi olsun. Və yaxud burada elə bunu qoyun, işarə vəzi. Bildiniz? Bundan mütədə lazımız. Siz mütədə kimi düşünün. Bu mənim əvəzlik gəlib oldu, işarə. Hə, bunlar əvəzi gəlirlər. Yəni mən həm də əvəzi qəlbi isbat edirəm də özüm üçün niyə əvəzi qəlbi var? İşarə əvəzi idi. Bura indi onu deyil, burada bir yanlışlıq var. Onun yerine bunu qoya bilərlər. Bizim yox, qrammatikanın boşluğu. Bunu, düzdür, nə olacaq? Əvəzi qəlbi. Hardadır? Baş cümlədə. Düzdürmü? Bu da cümlənin ölməyən edir. İşarə əvəzi ilə təşkil olunur. Olmayıbsa yenə bir işarə əvəzi qoy, işin düzəlsin. Mən axınız var. Bir də qaldı birinci. Nə Nə deyir, onu tap. Nə deyir, onu da tap. Yoxsa Artıq bağlayıcı. onu tap, qoy ora. Mən Tapdığını birinci burada. Dediyini tap, arası elə deyə bilirsən. Sonra yeri. Hər zaman baş cümlə əvvəlcələr, budaq cümlə sonra gəlir. Ən rahat, ən tənbəl yollarından, ən tez işimizi yarayan yollardan biri çi. Məsələn, oxudu ki gələcək.
Çiğimiz var burada. Çiğnin olduğu cümləni tərəddüd etmədən neyəcəksən? Baş cümlə kimi götürəcəm. Düzdür? Çiğnin olduğu cümləni tərəddüd etmədən götürəcəm. Baş cümlə kimi götürəcəm. Bu bir. İkinci. Şəriətdən çıxanda bu baş oxşayan budaqlı. Bu ikisi. Belə bilərsən. Sonra. Kvadrat dairə. Hə. Bax, ki hər vaxtmı budaq cümlədir və başladır? Xeyr. Bax, ən böyük yanlışlıqlardan biri də odur ki, müəllim, zaman budaq cümləsində ki başlayır. Ki budaqdır. Bu böyük yanlışlıqlardan biridir. Çünki zaman namısında olmur. Bir içində olur. O zaman sən elə vaxt. Bax, yazıram bax. Yenicə sözlər artırılır. Çəkilişə başlamışdıq ki. Təzəcə başlamışdıq ki, yenicə. Ki, hə, bəzənmək yadlarına düşdü. Kimə etdi görəsən? Hər kimi, aklını götürsünüz. Yadına düşdü, yaxşı. Bir nəfər oldu. Yəni, doğrudan çəkiliş başlayan kimi sən çıxdın. Tanışdıq ki, əvvəli nə artıran? Təzəcə yenicə. Hansı kinin olduğu, hansı cümlənin əvvəlinə? Bax, kinin olduğu. İndicə təzəcə Hansı yenicə. cümlənin əvvəlinə? İndicə, Təzəcə yenicə. yenicə, təzəcə. Sözlərini. Üçünü də birdən artırmışsın. Nə var qarşıda? Yəni, baxımıza deyim, üçünü Birini artırmışsın. artırılır. Üçündən hər hansı birini artıra birsənsə nə olacaq? Zaman budaq cümlə. Baş budaq cümlə birinci gələcək. Hə. Budaq cümlə birinci. Hər hansı üçündən birini artıra birsənsə o cümlədə nə olacaq? Budaq cümlə birinci. Budaq, baş budaq olacaq. Üçünü də artırıb çıxmıyor bilmir. Amma mən bir də artıra bilmədiyimiz şey nə? Hə, artıra bilmədən o zamanda deyəcəm. Bildiniz, yalnız bu vəziyyətdə ki olur budaq cümlədə. Qalan vəziyyətdə. Digər vəziyyətlərdə başlayır. Düz verim, sağ ol. Arada vaxt elə. Gələm hazır. Sanın olduğu, bunlar biraz qısa deyəcəm, digərlərə vaxt qalsın. Sanın olduğu cümlə nədir? Budaq Məsələn, cümlə. gəlsə, deyil. Əgər gəlsə deyil. Orada da bu vəziyyət. Bildiniz? Sonra, Mənim sağın olsa sanın olduğu cümlə bəli. Yazıyoruz. Orada da budaq Sonra cümlə mı? birinci gəlir. Oxudumu Cavab verəcək. Şərtdir. öyrənəcək. Bax necə olurdu. Bu da Yəni, oxuda fərqi nə? Oxuyur. Tabirdə elə şey yoxdur. Tabirdə elə şey. Tabirdə oxu fərqi, O uzlaşma. uzlaş əlaqələr. Yəni, arasında həkk əlaqələrdir. Burada oxu fərqi yox. Oxu dəyişik gör deyilməz. Bunların yeri dəyişik gör. Oxudumu öyrənəcək. Baxın. Ay müəllim, yenə də köhnə amam köhnə tas eləməyin. Ay müəllim, o oxudu, o öyrənəcək. Belə şey eləməyin. Yəni, Əgər M oxumuş varsa, və M var qutarcı. Öyrəndik. İxtisasdır. Hə. Düzdür. M nə olacaq? M-nin olduğu cümlə düşünmədən onu götürəcəksən, tabi edilməyəcəksən cümlə. Mən sadələşdirəm, burada var sadələşmir. Birini demişdiniz siz. Şərt desə yazacaq. Şərtdə desə. Şərtdə sadələşmir. Şərtdə Bu da sadələşmir. qəvvəl. Bu da qəvvəl, öbürsü sonra. Hə. Yalnız bu da əvvəlcələr deyil. M-dır, Ç-dır, M-dır, yəni M ədatıdır. Sonra ki bağlayıcısıdır, yəni budağın cümlə vəziyyət, bir də sası. Bir də bağlayıcı sözünü işləndiyi cümlə. Evet, o Zərdin danışırıq. Başlayın bir tərəz var cümləsi. Hə. Hamısını gücünü seçəcəyik də, hə? Görək də. Oxumamışam hamısını. Mən kinayə ilə deyirdim. Hə? Mən kinayə ilə deyirdim. Mən amma təkidlə keçəcəm hamısını. Sağ ol, alacağım sağ ol. Cümləmiz. Baxacaq da vəziyyətə. Vəziyyətə baxacaq, yaxşı. Tanışa sizə nəzir Heç hamısı üstünü keçək ya. Neden dal cümləsi? Yox, sadəcə... Kəndimdən yerinə. Nə qədərləri, bir dənə nə qədərləri məsələsi var ki, onlar qarşıdır, elə əsas o düşür. Onun üçün onu saxlayam ikincisi, o yaxşı. Düşür, hə. Nə qədərlə bağlı, nə qədər desəz cümlə qurmaq olur. Yəni düz 7 dənə ayrı fərqli cümlə qurmaq olur. Nə qədərin bağlayıcı olmasına bağlı, bağlayıcı söz olmasına bağlı. 7 fərqli cümlə. Tabii bir şey cümlə. Miqdar olaraq ən basitcəsi. Bir dənə Qarşılaşdırma var. Təyin olmaq. Yenə oxumamışam, yüzünə vurmasın. Müqtədən daha cümləsi.
Neçəsini oxumuşam, onu yazacağam. Gəl yatam üzdən bəs. Tələb lazımdəsə. 1. Bunu yazıram. Bu forması. Bu formasını. Məsələn, deyirəm ki, Məlum oldu ki, bilindi ki, gələcək. Bilindi ki, nə? Ki nə olduğu cümlə nədir? baş Baş Bəli, baş cümlə birinci gəlir. Və yaxud çevirirəm, nə bilindi? Onun gələcək. Aydındır? Sonra, ikinci forma bu forma. Orada bağlayıcı söz işlənirdi. Hara niyyətlidirsə, Orada get. Yox. Ora yaxşıdır. aysa, ora da Hə, orada. ona yaxşıdır. Ora get Yoxsa olsaydı başqa olar. Başqa olur. Burada ona var, nə bilim, haraya qarşı. Haraya qarşılıq söz nədir? Ora. Ora. Mənim işim ora ilə. Ora hansı üzv olur burada? Ülkədə. Yaxşıdır. Necə yaxşıdır? Nə? Hara? Düzdür? Ora. Ay müəllim, hara deyir? Ora get olsaydı artıq o haraya olur. Ora O get. sərtlik olur. Artıq hə, o zərf, düz yer zərfliyi. Hara deyir? Oraya. Oraya get. Yəni mən bu hissəyə, yəni qarşılıq sözə ora sözünə. Siz demişdiniz. Nə sual verirəm? Bəli, mən sual verə bilərəm. Haraya. Haraya deyə bilərəm. Amma buna deyə bilərəm haraya. Xeyr. Harada. Heç birini deyə bilmərəm. Düzdür? Bir Bu olur başa mübtəda cümləsi, yəni əvəzi qəlbin tələbinə görə. Bildiniz? Demək orada mən oraya haraya sual veribsə özəltiyəm. Aysun, yezə. Qəşəng. Bir də Amma başa düşdüm. Zülfiyə başa Mən düşdüm. cümləyə yazırdım. Yazırdı. Hara niyyətlidirsə ora Özümə bir cümlə yaxşıdır. qur yaz da. Orada Hara niyyətlidirsə, orada ona gözəldir. Ora gözəldir. Ora yaxşıdır, ora get olsa, hara yaxşıdır. bir dənə cümlə yazmışdınız, mən səsən. Sənə gələn. Hə. Eyanur. Yaxşı varsın. Bir dənə mənəm. Hə. Biz evliyik. Variant sənsin. Hansı qızı? Nə yaxşı dedin o zaman? İstərsən. İstədiyin qız sənə gələcək. Hə? Sənə gələr. Sənə gələn. Eyanur. Hansı qız istəyən görə? O sənə Komplimentin qiyməti azı 200 manat. İstəqədir. Deyirəm, böyle kompliment deyil bu. Ucuz kompliment deyil bu. 200 manat nə deməkdir? Nə? 200 manat nədir? Rastlı məbləğ. Hə. Bax. Burada hansı sözünü görüb Təyin dərhal götürməyək. A variantı əmin ol. Yaxşı test tərtibçisidirsə, ora A variantına qoyacaq birinci nəyi? Təyin. Yəni mən elə eləyərdim. Təyin. Siz seçdiniz. Siz Sağ ol. Siz zaman. Aya qoyardım təyin. Aparıb yerdə küncə bucaqda bir gizli bir yerdə gizlədərdim mübtədanı ki, cavab tapmasınlar da. Bütün variantlar içərisində onu tapmasınlar. Yaxşı bir şey bir Hə. yazı işləmişsiniz. Nə bilirsən? Bu bir. Hansı sözünə qarşılıq olan söz nədir? Sənə. Sən. Sənə O. o sənə gəlir. Bir də görsən ki, onunla bir yerdə bu qızı da bərpa eləyir. O qız. O qız gələr, təzədən qızla bir yerdə bərpa eləsən, o O olacaq yenə təyin təyin. olur da. Bəzə bu zaman nə olacaq? Heç də bunun artıq nə olmalı? Mən Çətin. sadələşdirən də Düzdür? istədiyin qız sənə gələr. İstədiyin qız o zaman da bir olur. Çünki yanlış sadələşdirirdi ona görə. İstədiyin sənə gələrdi. İstədiyin Qızsız sadələşdirməlisən. Bildin? Sən, bəli, sən bunu bərpa edən zaman, biz demişik ki, əvəzi gəlib olmayan zaman onu bərpa eləmək ixtiyarın var. Sənə deyilməyib ki, əvəzi gəlib nəyi təyin edirsən, onda kefin nəyi sir bərpa elə. Xeyr. Sənə deyilməyib ki, baş üstündə hansı fikir burada yarım çıxarsa, onu da götür bərpa elə. Xeyr, yəni sənin ora yalnız onu əvəzi qəlbi bərpa eləmək ixtiyarı var. Sənin orada qızı bərpa eləmək Bəs ixtiyarı özü qızı yoxdur. versə təyin götürür. Özü verirsə, istifa verir. Düzdür? O sənə gələr, haqlı olaraq da test toplusunda bunu necə veriblər? Mütədə bu lazım. Mümkün soru gələr kimə, sənə, kim o şey tapmışam sənə. Hə, Hə, su. O bəs eləyir. Bəs sonra. Hə, ver. Silək. Mübtədə lazıməsini bildik. Bəli. Həyatıma düşən nümunələrdən dedim, qalan da onsuz testlər. Testlər var bizim işlərdən işimiz. Evdə mənim. Sizin kitabınızı mən gətirmişəm. Gətirmişsin. Hani o ikinci nəşr. Hə, Bu ikinci deyil. nəşr. Hə, Bizə 3 deyil. yaxşı.
Ev yoxdur. Eyni nümunələrdir, ciddi dəyişiklik yox, eyni şeylər. Nələr ki lazımdır, hansı ki nümunələr, tutarlı nümunələrdir, orada mütləq bu kitabı işləyin. Eyni zamanda test toplusunda da İşləyirik hətta hər dərs. tabelini çox qəşəng veriblər, texnikan test toplusunda oradan işləyin. Əlavə bir vəsait Tabelin ehtiyacım. içində vasitəsiz nitq də var. Vasitəsiz nitq lazım deyil, ona işləmir. Onu durğun əmrdə keçsin. Yaxşı. Tamamlıq. Bu necə olacaq? Hə, qutardı. Ha, elə bu qədər. Xəbər deməli. Xəbər. Təyin edeyim. Təyin. Xəbər. Mən əvəzlik gəlib nəzarətlə demişsiniz bir vaxt bilmirəm. Əvəzlik Əvəzi gəlib, tamam. yazılanlar. Əvəzi gəlib, o yazın. Yaxşı, yazın. Bir nömrə deyəcək, yaxşı. Birbaşa əvəzlik gəlib. Xəbər budaq cümləsi nədir? Xəbər budaq cümləsi nədir? Onun əvəzi qəlbində müxtəlif sözlər var. Çox rahatdır xəbər budaq cümləsi ki, işimiz çətinləşmir. Məsələn, deyirəm, odur. Həmişə işləndirdən Həmişə, Allah cümlələr olsun. Elədir. Belədir. Oradadır. Buradadır, ondandır, bundandır. O idi, bu idi. Və s. və s. Konkret sözlər var, bəlli sözlər var. Xəbəri şəkilsiz Bəli. Məsələn, bir də görürsən yazır ki, bunlar ona görədir ki. Ona görədir ki. Xeyr, bu deyil. Bunlar ona görədir ki, o da əsas deyil. Düzdür? Ona görədir ki. Burada durub ona görənə görür, deyir səbəb budaq cümləsi, yəni məqsəddir. Səbəblə məqsədin variantların içərisində var, özünü öldürür, axtarır. Fikirləşir, burada dır var, burada dır görünür. Düzdür? Xəbər sahəsində nəzər baxar. Burayı izləymişik. Hə, burada dırı görürsən, heç nə axtarmaya ehtiyac yox. Burada dırı bəs eləməyir. Və birinci budaq cümlə gəlir, sonra Hə, başlayır. şumandır, bax. Bunu da deyim də. Mənə bilirsən, nə deyirsinlər? Bizim o barədə sağlayın. Bax, niyyəti haradır? Mənzili oradır. Niyyət harasın? Və yaxud niyyəti haradır? Haradıra qarşılıq söz nə deyilir? Orada. Ora. Aysa. Nə olacaq? Budaq cümlə birinci. Əvəzi qələbi cümlənin nə idi? Əvəzi gəlib olan yer Cümlənin baş Baş cümləsi. xəbəridir də. Xəbər. Cümlənin xəbər demək bu da cümlənin nədir? Xəbər tutulması. Xəbər. Dərsdürsüz nə olacaq? Bir də aysa. Bircə saniyə dözmə. Onu şeylər, onu mənə bərpa eləmək olur. Yenə də ixtisar Sağ olun. Dırı yoxdur, nə olar? Dırı olmaz olmaz da. Cümlənin dırı olmaz da. Dırı qoyuram bura. Özümdən artıram, qutarım. Niyyəti hara, mənzili oradır. Bəli, hara niyyətidir, ora mənzilidir. Onlarda Olsa heç. artıq o mübtədə. Yəni qısası sən əvəzi gəldi, təhlil Ha, edəcəksən. aydındır mən, Bəs. yaxşıdır bu. Həqiqətən çox sağ ol. Həqiqətən. Sadə gəlir. Yaxşı. Bax, kim oxumasa, Onu döyəcəm. ziyan onun özünədir. Ziyan kimədir? Onun Müəllim. Ziyan oxumayanadır, kimədir? əlindən əldən azayır. Zabaşı müəllimizə ayırır, yazır ki, hə? Hə? Sən də günah müəllimdə axtarır. Ziyan oxumasa günah olmaz. Keçən hələ deyəsən o nöqtə lövhə məsələsi yaddan çıxıb. Hə, bəli. Həqiqətən çıxıb. Yox, düşür ya da. Ya da düşdü mən, Hə. düşdü mən. Kim oxumasa, günah onun özünədir. Yəni biz kimə baxıb? Çünki qaydamız var. Mən nəyə baxmalıyam? Qarşılıq. Qarşılıq söz Onun onun. özünə. Düzdür. Yaxşı, yəni kimə qarşılıq söz onundur. Onun da cümlə üzvü deyil. Niyə Bəli, cümlə? üçüncü dəfə söz birləşməsi tərəflərini ayırmaq olmaz. Bir yerdə İkinci tərəfdə Əslində bu belədir də. Əslində kimə qarşı belə kim oxumasa ziyan onadır da. Və ya ondadır. Düzdür? Aysa ondadır. Günah olsa hə. Düzdür? Kim oxumasa ziyan onun özünədir və ya onadır, ondadır. Düzdürmü? Bunun yerinə bir dənə Bunu üçüncü yaz. işləm. Düzdür? Aydın. Bax burada sahanı görüb deməyin. Bax belə şeylər ola bilər ha. Desək ki bu cümlədə şərt çalarları var. Şərt çalarları başqa şeydir. Şərt çalarları şərt başqa. Şərt deyil. Düzdür? Şərt lazımdır başqa. Yəni şərt yoxdur.
İkinci bir məsələ. Əgər o cümlənin konkret qrammatik tələbi ödənibsə, yəni əvəzi qəlbin var, bağlayıcı sözün var, qarşılıq bildirir və sən. Bunlar da nə olacaq? Səbəblər var. Bir də qadından çıxmamışkən bir şey deyim. Qarşılıq sözün əvəzi qəlbi nə fərqi var? Qarşılıq cümlədə olmur. Baş cümlədə birinci işlənəndə olur. Necə? Mən əvəzi istəmişəm. Qarşılıq bildirən sözdə baş cümlə ikinci işlənəndə olur. Hardasa tuzdur. Bax. Bir nömrə nə yazan baş cümlədə işlənir, qarşılıq bildirən sözlər isə budaq cümlədə işlənir. Elə oxu ki, qiymət alasın. Necə deyir? Elə deyil. Deyir. Elə də düşün. Bax, 2 dənə eləmiz var. 2 dənə eləmiz var. Biri buradadır, digər də buradadır. İkisi də əvəzi gəlib. Bunların nə fərqi var? Biri yuxarıdakı baş cümlə gəlir, birinci əvəzi gəlir. Biz qayda olaraq demişik ki, əvəzi gəlib həmişə gəlir. Harda? Baş cümlə. Baş cümlə, düzdürmü? Mən birində baş Baş cümlədə gəlir, budaq cümlədə Mən soruşam ki, bu elələrə nə fərqi var? Yəni bir baş cümləli bir baş. Biri qarşılıq sözdür. Çünki bəli, bağlayıcı bəli. gəlir. Bax, bu da əvəzi gəlibdir. Bu da əvəzi gəlibdir. Hər ikisi işarə əvəzidir, hər ikisi baş cümlədir, hər ikisi baş cümlədir, müəyyən edir. Ay sağ ol. Sadəcə bu elə nəyinsə qarşılığıdır deyə mən ona deyirəm qarşılıq söz. Qarşılıq söz. Qarşılıq O isə qarşılıq bildirir söz. söz. Düzdürmü? Buradakı elə isə nəyinsə qarşılığı deyil. Mən ona nə deyə bilmərəm? Qarşılıq söz deyə bilmərəm. Buna sadəcə deyəcəm ki, əvəzi gəlir. Belə deyim, tırnaq üstə prosto əvəzi gəlir. Azərbaycan müəllimi rus sözləriniz. Birini keçirsin əlinə. Niyə? Keçək mənim ki, qazanım. Nəyi keçək? Təyini də keçək. Yox, tamamlama. Yox, çox rahat gedir. Rahat gedir. Bəli, bəli. Testdə Təyini də biləcək. keçir, mənim qarşılıq zərfli budaq cümlələr. Yaxşı. Tamamla bu da cümləsi. Bunun da birbaşa bilirəm ki, oxuyur, da bunu demirəm. İkinci versiya keçsin birbaşa. Nə deyir? Dediyin et. Tap. Nəyin tap dediyin et. Nə deyir onu da. Ay sağ ol. Nə deyir? Budaq cümlə əvəzi. Sadələşən zaman bunları turluyursan. Birbaşa Dediyini sadələşərsən. Bir də sizə bir şey deyim, bax. Deyir. O ki, məni bu bəladan Görüm onun olsun, böyle bir şey var. qurtardı. Görüm onu var olsun. Var olsun. Bax, çox qəşəng cümlələr. Qurtardığını üçündür, bu Diqqətli səbəb. olun, diqqətli baş şey deyirəm, növ demirəm. Kəndə, mən misallarım aza kəndə. Çatırdır ki, Yenicə kəndə çatırdır ki, Travmanızı. nə oldu? Hə, kəndə çatırdır ki, nə oldu? Yaxşı. Yaxşı, yaxşı. Zaman. Zaman budaq cümləsi. Baxın, bir də Bu da qəbul. deyirəm ki, rənəcək. Bax, sizin üçün belə deyim, əbədi çörək. Daimi çörək. Diqqətlə buna qulaq asın və bunu mütləq şəkildə ələ salın. Sənin deyək ki, yadından çıxıb, başına budaq harda gəlir, necə gəlir, yadından çıxıb, unutmuşsan. Əlin belə deyim, hər yerdən üzülüb. Bilmirəm, belə bir qayda kitablarda, ədəbiyyatlarda verilir ya verilmir, bunu unutmuşam. Həz mən bu qaydanı əlbəttə tətbiq edirəm, siz deyin. Bax, başla bir cümləni sadələşdirən zaman başla budaq mütləq şəkildə yerini dəyişməlidir. Əgər baş birinci gəlirsə. Fikir verirsiniz nə demək istəyirəm. Bax, cümləni sadələşdirən zaman baş cümlə ilə, ki olan cümlə başdadır, baş cümlə ilə budaq cümlə yerini dəyişməlidir. Əgər baş birinci gəlirsə.
Düzdür? Gəl bunu sadələşdirək. Öyrən. Nəcəyini bilirəm. Necə oldu müəllim? Bax, görürsən, bu cümləni sadələşdirdim. Baş cümlə birinci gəlib də. Düzdür, bu mənim baş cümləm. Hə. Sadələşdən zaman başla budaq yerini dəyişir. Bununla bu yerini dəyişir. Əgər baş birinci gəlibsə. Düzdür? Yəni, əks vəziyyətsə, onlar yeri dəyişmir. Yəni, necə sadələşdirəm? Kəndə çatanda yağış yağdı. Kəndə çatanda yağış yağdı. Nə dəyişdi? Sadəcə çiyini itirdim, dəqiq yerə bir dənə anda qoydum və s. Düzdür? Nə oldu burada? Birbaşa, necə ifadə edim bunu? Yerlərini dəyişmir. Əgər yerlərini dəyişmirəm, sonra sayılacaq. Budağın başına əvvəl gəldi. Gəlin indi yuxarıdakı cümləyə baxaq. Mənim sadələşdiyəni yerləri dəyişmirsə olur. Birinci Budaq. Budaq. Bəli. Düzəlik. Bəli. Yaxşı. O ki məni bu bəladan qurtardı, görüm onu var olsun. Burada da eyni. Səbəbin də, belə deyim, səbəb budaq cümləsinin içərisində də budağın başdan əvvəl gələn versiyası var. Belə deyim, mən durub onu sizə məzmunla izah eləsəm ki, burada görən iş buradan əvvəldir, burada görən bundan o tərəfədir. Vallahi bu uzun dərə olacaq, adam qarşılayacaq. Onu istəmir, kitab elə izah verir. Rahat yolu budur. Məni bu bəladan qurtardığına görə, görüm Allah'ı var. Həm səbəb nəticə, həm də birinci gələn nə oldu? Budaq, ikinci gələn baş. Biz onu görə tapdıq. Hə. Səbəb də, niyə onun var olmasını görmək istəyirəm? Mən o bəladan qurtardığına görə. Düzdür? Kim aydın olmalı? Mənim bəladan qurtardığı üçün görünmənin var olsun. Necə olub? Bu necə hələ görək? Sadələşdirəndə əgər cümlələr yerini dəyişirsə, deməli birinci baş cümləymiş, sonra budaq cümləymiş. Amma yerlərini dəyişmirsə, birinci budaq cümlədir. Hər şey yadımdan sonra verir. Yəni, şərşin çəkilsin. O rahat yol deməli. Videoda var da baxacaqsın. Özümüzə baxacaq orada, dərsə yox. Bu yalnız zaman budaq cümləsinə tətbiq olunur, yerlərin dəyişmirsə. Yoxsa başqa növlər var? Hamısında var. Bütün vəziyyət. Görürsən, biri səbəbdir, biri zamandır. Dərs götürmüş gəlir. Mən bu səbəbin budağa başdan əvvəl gəlməsini necə başlayacaqsınız? Qayda arqan çıxdı cümlə. Yoxsa, çox məndə o fərasət var. Bax, kim Tamamlığı dedik, təyin deyil. istəyir, Cümlələr başqa növləri var. kim istəyirsə çağırın. Yadımdan çıxmamış bir dənə cümlədə var, onu da yazacağım. İstədiyinizi çağırın. Bax, haranı deyib, oranı da axtarın. Oraya olmaz, oraya olsa Oranı, zərfli olur. haranı Bax, sualları 40 tamamladı dəqiqəni sualları. keçmişik. Anladım, düşündüm. Keçmişik 40 dəqiqəni. Yok hala. Var elə. Benim haranı demişti tamamladı sualı Aha. bırakın. Hə. Haranıya baxıb, durub deməyək ki, nə olacaq? Yer zəfi, yer budazması deməyək, deyil mi? Müəllim, yer budaq cümləsi olsa, arxada müəllimə dedi oraya, oraya olsa yerdir. Haranı Amma oranı olmaz. Tamam olmur ki. Tamamlıqdır. Haranıya qarşılıq söz nədir? Oranı. Oranıya nə sual verirsən? Haranı. Yəni haranı. Haranı Düzdür? tamamladı. Haranda tamamlanan sual. Və siz götürürsünüz. Bildiniz? Siz bunları hazırlamışsınız bizə şeydə, zərflikdə Mən tamam. bəs kim istəyiz onu... Hə? Kim istəyirsə Kim onu istəyirsə, çağırır, onu çağırır. Orada tamam. Görürsən, onu burada yoxdur. İstəyəni. Yox, düzdür. Onu yoxdur da. Yoxdur, nə olar? Gətirək İstəyəni olsun. çağırın. Düzdür? Çağırın kimi? Çağıranı Hə. Kim istər, bax, qəsdi şəkildə. Kimə baxıb ona tamamlıq lazım istəyir. Kimə qarşı sözüdür? Bax, kim istəyirsə, onu çağır. Və yaxud da bayaqki kimi istəyəni çağırın. Bəsəm, istəyəni çağır. Görürsünüz? Bax, niyə yerləri dəyişmədin? Çünki budaq Çünki cümlə budaq birinci cümlə baş gəlir. cümlələr. Bu da başdan əvvəl gəlir. Mənim istəyirsə çağır olsa şərt olacaq. İstəsə çağır. Hə, düz olar. Düz. İstəyəni çağırın. Ümumiyyətlə, belə bir şey var da, əgər bu tip cümlələrdə bağlayıcı sözlə, bax, Bağlanırsa. kim desə, onu apar. Bax, istəyirsən bunu şərt eləyəsən, Desə apar olsa, ayırsan. oldu şərt. Bunları silirsən, onu şərt. istəyirsə aparır. İndi ona qarşılıqlı öyrənin.
Və yaxud da müəllim hələ kim istəyirsə çağırdı Mən şərtlə. də bəyənləndirmə mərhələsini Hə? Bəyənləndirmə mərhələsini həyata keçirmişəm. İstəyirsə çağır. Hə. İzmərində qrupunca. Axırda bir ay girinci gülər mənim yanıma görüm onda nə eləyəsiz. Bu il yox mən gələcəm. Bu il gələcək. Gəl qalın. Zərflik qalsın. Hə, O zərflik. göndərsin. Təyin da cümləsi. Asan getdi müəllim. Bax. Təyin da cümləsində müxtəlif versiyalar var. Bunun da birinci Dədə Baba versiyasını deyəcəm. Adam var. Adamların naxışıdır. Əzbərləmiş. Var. Oxum. O adam Özü. Bunun əvvəlinə nə artıra bilərəm? Bir dənə elə qoyuram. Elədən sonra gələn hansı adam, elə adam, necə adam? İsim olduğunu Düzdür. Bir dənə elə qoyuram, vəssalam bununla da hazır. Düzdürmü? Olacaq nə? Təyin dazması. Yaxşı, elə də ağlıma gəlib götür sadələşdir. Müəllim, Oxuyan adam var. Oxumayan adam. danış ki başa düşüm deyəndə, orada elə qoymasam tamamlıdır, eləni qoysam tərz hərəkətdir. Danış ki, Danış ki başa düşüm deyəndə, danış ki nəyi? Orada eləni qoymasam tamamlıdır, qoysam tərz hərəkətdir. Başa düşmək üçün danış. O məqsəddir. Danış ki başa düşün. Sınavda var idi cümlə, onu dedim. Başa düşməyim üçün danışdım. Məqsəd. bax, yoxdursa, Sadələşdir. götür onu neyinə sadələşdir. Başa düşməyim üçün danış. Sadələşdir. Və yaxud ona görə danış ki, o məqsədlə danış ki, düzdür, mən öz istəyimə uyğun bağlayıcı əvəzi gəlimi də artırıram. O məqsədlə danış ki, başa düşün. Əlməli. Baş birinci budaqsan. İndi yazaq, Baharın sözü olması yeni versin. Nə qədər? Nə qədər bizim nəyimizdir? Bağlayıcı söz. Deməli, nə qədərin olduğu cümləyə daha demişsən mənim. Burada baş birinci gəlir, yoxsa burada düzdür? Yəni, bu versiyanı yazıram indi. Nə qədər kitab dediyin, o qədər kitab aldım. Hə, kitab olduğuna Kitaba görə aid təyin olduğu Düzdür? üçün. Mən nə qədərə baxmıram. Ona sor. Bax, əgər cümlə belə gəlsəydi, nə qədər kitab dedin, o qədər belə gəlsəydi. O qədər aldım olsaydı, artıq bu kəmiyyət olur. Belə olsaydı, bu formada olsaydı. Buna nə deyəcəkdim? Fiilin qabağında gəldisə, təhlil edirəm, o qədər aldım. Aldım, Nə qədər, o qədər. o qədər. Burada nə olacaq? Zərfli miqdar zərfli. Kəmiyyət. Düzdür, çünki fiilə aiddir. Amma bu vəziyyətində, yəni Kitab aid. öz yuxarıcı vəziyyətində nə olacaq? Təyin. Təyin. Çünki o qədər sözündən sonra gələn söz nədir? İsimdir və təyin. Bildiniz? Bu da bunun necə? Bugün istəyir başqa formalar da var. Başqa nə bu? Bəs bir dənə də var, müəllimizdə şəffafiyətdə nə qədər kim fənəyin sabit səyyarəsi var, orada nə gedir? O qədər sinəmdə qəbzən olunur. O da Hə, bu da təyindir. O təyindir. o qədər. Eyni şey. Eyni şey. O qədər də, ikinci o qədərdən sonra gələn nədir? Qəmzə. İstidad. Yəni, buradan əvvəlli gəlir. Bəs o cümlədə məsələn biz keçmişdik, yoxsa ixtisar olunur. Ola bilməz ki, onu düşünək ki, nə qədər kitab dedin, o qədər aldım. Kitabı ixtisar şəklində düşünmək olmaz. Dedim axı kitabı ixtisar eləmək olmaz. Dedim ki, yəni bax, bura bax, qəşəng nöqtəyə toxun. Bax, nə qədər dedin, aldım. Sən yalnız nə qədərin qarşıq sözünü bərp edə bilərsən. Sənin kitabla bərabər o qədəri bərp etmək ixtiyarın yoxdur. Düzdür? Elə də onu bərp eləyənəm. Deməli, mən burada azmı ürəyim istədiyi sözü əlavə edə bilərəm də. Yox, mən yalnız əvəzi gəlib bərp edə bilərəm. Orada nə Ürəyim istəyən hər söz. Heç o qədər qoysan nə olacaq? Miqdar zərfi. Miqdar zərfi deməkdir, zərf sözünü morfologidə qalacaq. Kəmiyyət Miqdar qalacaq. zərfi. Mənim zərfi növlər tərz idi, yer idi, zaman idi, bir nə idi? Miqdar. Verdiyin suala bax. Hər şey başlasın. Bura qədər hər şey yaxşı. Bax, bir neçə cümlə verin. Sadələşdir öncə, bir nə olacaq. Mən bir an bu cümlələri sadələşdirəydim. Deyil, yaxşı. Mənsub olduğu ədəbi məktəbdə yeganə satirik şair idi ki, məşəqqətli döyüş yolu keçmişdi. Orada təyin Döyüş yolu keçən şair idi. Təyin Təyin toxunması. cümləsi. Niyə qışqırdın?
qışqırınız üçün. Görsən Elnur, adam bilir. Bax, deyirəm bir necə deyirəm. Bəli. Mənim söyləyim. Eynə nə? Nə? Hə, eynəsi. Heç nə düşünmür. Tərcümə edəcəm. Dilimizdən dilimizə tərcümə. Eləsi də var ki, heç nə düşünmür. Yadında qalsın. Cümlənin əvəzi qəlbi tanıyırsan. Tanıyıram. Tanıyırsan. Həvəsən. Var kim? Eynəsi. Hansı özü? Mübtəda. Vəssalam, sənin bunu sadələşdirməyə ehtiyacın yox. Amma yox. Ürəyin istəyirdi, mən ürəyim sadələşdirmək istəyirdi. İstəxli olar. Heç düşünməyən insan var. Bax. Dayan. Gözlə. Bax, sadələşən zaman Heç düşünməyən. qulaq asın, deməyəsin, özü sadələşdirəcək. Çiyini itirəcəm, axı baş cümlədir. Budaqla başın yerini dəyişəcəm və baş cümlədə təsdiqlənməyən bir feil formalaşdıracam. Bildin? Necə sadələşdirə bilərəm? Heç nə Düşünməyin, düşünmür. nə oldu? Heç nə düşünməyə, Düşünməyən düşünməyən insan var. Düşünməyən var. Var. Bu nədir? Mən varım. Də var da sildim. Eləsi yazmışdım. Hə, heç nə düşünməyəm. Heç nə Düşünməyəndə. düşünməyən də var. Var kim? Heç nə düşünmür. Kendi səni təyin edeyim. Bir neçəsini deyirəm özümə də. Bax, bilirdim ki, öyrənəcək. Öyrənəcəyim. Aysə, deməyəsiniz. Mən bu öyrənəcəyin nəyi tamamlıqdır? Aha. Sonra, bilindi ki, getməlidir. Getməlidir. Deməyin. Bilindi ki, getməlidir. Aha. Getməni gətirməliyim ona. Aha. Nəyləsə gətir, necə istəyirsən, axı bir yoluna gətir. Getməli olduğu bilindi. Aysə. Bəli, getməli olduğu bilindi. Bir şey. Sonra, gəlmişdim ki, səni görüm. Sən Görürsün, bilirsən ki. orada tamamım olur. Yox, yox. Nə məqsədlə gəldi? Sonra da. Bilmədim də, nə? Hə, insanda bəşər bir xətası olmur. Sevəlim. Bildik. Nə məqsədə gəlmişdi? Səni görmək üçün nə görmək. Hələ. Sonra, sualınız qaldı. Fe'li sifət xəbər şəklində sadələşənlər səbəb nəticədə hələ onu keçməmişik, keçəcəyik. Fe'li sifət. Fe'li sifət xəbər şəklində sadələşənlər. Məsələn, nömrədir. Yəni yadımda elə qalır, qayda. Nömrədir də, mən nə bilmirəm. Qayda bilmirəm, qayda oxuyum. Fe'li sifət. Fe'li sifətin keçmir. Yox. Xəbər şəklində sadələşən. Yox. Bax, sən bilirsən də, bildin nə demək istəyirsən. Bunu demək deyirsən ki, məsələn, gəlmişdi ki, öyrənsin. Öyrəndiyinə görə. Nəylə sadələşir? Mak plus üçünlə də. Düzdür? Öyrənmək üçün. Biz məqsəd tutazılması nə deyirdik? Mak plus üçün olanlar nədir? Məqsəd tutazılması. Düzdür? Səbəb olması. Dığı plus üçün onu demək istəyirsən. Dığı plus üçün. Bildin? Sonra, başqa. Başa düşdük mən. Hər şey. Sual. Hala deyil. Test işləyəcəyəm. Nə? Sualınız. Elnur sualım. Yoxdur mən. Oğuz. Başqa. Yine sual. Mən bizdən sonra. Mən sualımı siz kimi. Aysel sualım var. Ne deyirsən? Bahar sual. Yaptım annem. Qazda sualım var. Bir hamle. Ne vaxt gedirik? Nə vaxt edirik? Dərsin sonunda edirik. Zülfiyə sual. Yox. Yox, mənim. Yaxşı. Hər şey var. Hər şeyi başa düşdük. Bu testlərində daha mükəmməl. Testlərlə möhkəmləndirəcək bir də mənim test vəsətini işləyəcək. Sevdə tabeli 1 var, tabeli 2 var. Hər ikisini işləyəcək sonların. Mən 2 daha Sonra- çətindir birdən. Biraz hə. Həm şey olur. Həmçinin olur. Mənim orada birinci zərfli